Fiziki şəxslərin xaricdən əldə etdikləri dividend gəlirləri üzrə vergi dərəcəsi 5%-ə endirilir. Bu barədə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisdə müzakirə olunur. Dəyişikliklərin əsas hədəfi sahibkarlığın təşviqi, vergi yükünün optimallaşdırılması və kölgə iqtisadiyyatına qarşı mübarizənin gücləndirilməsidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bu dəyişikliklərin əsaslandırılmasını hissə-hissə ictimaiyyətə təqdim edir. Vergi Məcəlləsinin qüvvədə olan müddəalarına əsasən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxslər xaricdən əldə etdikləri qeyri-sahibkarlıq gəlirlərini 14% vergi dərəcəsi ilə bəyan edib ödəməlidirlər. Növbəti ildən isə həmin vergi dərəcəsinin 14%-dən 5% endirilməsi təklif olunur. Bu dəyişiklik bir tərəfdən xaricdə əldə edilən gəlirlərin könüllü şəkildə bəyan olunmasını təşviq edəcək, digər tərəfdən isə vergi bazasının əhatə dairəsinin genişləndirilməsinə xidmət göstərəcək. Bununla yanaşı xaricdə yerləşən maliyyə vəsaitlərinin və investisiyaların ölkəyə axınının təşviqi üçün əlavə stimullar formalaşacaq, daha aşağı vergi yükü kapitalın ölkəyə qaytarılmasını iqtisadi cəhətdən də daha səmərəli edəcək.